bir itlə videosunu izlədim. Dedi, mənim itim var filan, o videonda görürsünüz indi hal-hazırda. Mən buradan Almaniya hökumətinə müraciət eləyirəm. Bir məsələ var, deyirlər bundan it də yaşamaz. Yəni bunun kimisindən həqiqətən it də yaşamaz. Buradan Almaniya hökumətinə müraciət eləyirəm. Ey Almanlar, Erdoğan demişkən, alın o iti bunun əlindən. Alın o iti bunun əlindən və bu şiddət meyillisini, bu korrupsiyoneri, bu rüşvətxoru, bu çikli pulları yumağa çalışan bu adamı ki, bilinmir mənbəyi harda. Bu adamın layiq olduğu cəzanı buna verin. Çünki bu adam məhz buna layiqdir. Hakimiyyət gördü ki, Tural Sadıqlı Azad söz kanalını bağlamır, yola davam, xalqa qənim kəsilmiş, polis zorakılığı edən Əliyev rejiminə qarşı mübarizəni davam etdirəcəm və görürlər ki, Mirşahinləri əleyhimdə danışdırmaq bir işə yaramır, millət tüpürür Mirşahinin sifətinə. İndi də TV Müsavatda Rauf Arifoğlu'nun saxladığı bu jurnalisti üstümə hücumdururlar. Siz jurnalist deyilsiniz, jurnalistsiz. Hakimiyyətin tulalığını edirsiniz. İtimi əlimdən alacaqlarmış. Mövzu qalmadı daha. Aman Allah, mən korrupsionermişəm, rüşvətxor mən imişəm, Əliyev deyil, onun nazirləri, məmurları deyilmiş. Ay qadıncığaz, bir nazirin adını səy, onun rüşvətindən danış da. Vilayət Eyvazovun polis zorakılığından danış da. Mən məmuram, rüşvət alam, korrupsiya ilə məşğul olam, çikli pul yuma əməliyyatları, aman Allah. Bunları sizin oğru hakimiyyətiniz eləyir, mən yox. Almaniyada rüşvət, korrupsiya, çikli pul yuma əməliyyatı etmək mümkündür. Siz nə yaramaz adamlarsınız ha. Tüpürün belələrinin sifətinə. Mirşahinin qadın versiyası ortaya çıxdı.